Müxtəlif mühitlərdə elektrik cəryanı. Müxtəlif mühitlərdə elektrik cəryanı. Elektrik cəryanı. Hansı mühitlərdə elektrik cəryanından danışacağıq? Biz normalda sabit cəryanla bir hissəsini ümumiyyətlə ətraflı biraz danışmışdıq. Sabit cəryanda normalda metallardan cəryanın keçməsini biz sabit cəryanda öyrənmişdik. Biraz bunu genişləndirəcəyik. Bu günləri biraz daha ətraflı baxacağıq. Hansı mühitlərdən cəryan keçirmək istəyirik? Metallardan nisbətən keçidə baxmışdıq. Bu gün biraz onu daha genişləndirəcəyik. Bu gün öyrənmək istəyirik ki, görəsən vakuumda, yəni havasız mühitdən cəryan keçirə bilərikmi? Bu gün öyrənmək istəyirik ki, görəsən bizim elektroliz dediyimiz, yəni elektrolitlərdən cəryan keçirə bilərik, yəni məhlullardan keçirə bilərikmi? Qazlardan cəryan keçirə bilərikmi? Və yaxud da ki, yarım keçiricilərdən cəryan keçirə bilərikmi? Bunlara baxacağıq. Çalışacağıq ki, bu günlərin elə hamısını yekunlaşdıraq sizinlə birlikdə. Baxacağımız demək ki, bir metallar olacaq birincisi. Metallar. Metallarda biz nə danışdıq? Danışmışdıq ki, uşaqlar, naqili biraz geniş açdığımızda var. Naqilin daxilində var idi, müsbət iyon var. Müsbət iyonlar var idi və ortada gəzən nələr var idi? Sərbəst elektronlar var idi, düzdür? Bu sərbəst elektronlar toqquşurdular. Cəryanın ötürülməsində sərbəst elektronun yaranmasına, yəni cəryanın yaranmasına sərbəst elektronlar idi və bu müsbət iyonlarımız da ki, bilirsiniz ki, maneçilik törədirdi, keçmələrinə mane olurdu, müqavimət göstərirdi. Bunu sizlə keçən dəfələrdə danışmışdıq. Və metallarda əsas da ki, yük daşıyıcısı sərbəst elektron idi. Sərbəst elektron olmasa metaldan cəryan keçmirdi. Mütləq, yəni məsələn deyirik, hər hansı bir cisim niyə cəryan keçirmir? Çünki tərkibində sərbəst elektronu yoxdur. Cəryan keçirməsi üçün birincisi tərkibində sərbəst elektron olmalıdır. İndi metallarda əsas yük daşıyıcı kimi uşaqlar sərbəst elektrondur. Sərbəst elektron yoxdursa cəryan keçə bilmir. Demək, bizim üçün burada temperatur əmsalı var. Temperatur əmsalı alfa hərfi ilə işarə olunur uşaqlar. Nisbi müqavimətin delta R bölünsün R0-ın. Nisbi olan bir proses var. Delta R bölü E0, delta L bölü E0 yazıldığı nisbi müqavimətin temperatura nisbəti buradan yazıram. Delta T-yə nisbəti böldüyümüz zaman E0 bizim üçün temperatur əmsalını göstərir uşaqlar. Əmsalı. Vahidi. Nisbi olan bir şeyin vahidi yoxdur uşaqlar. Yaddan çıxartmayaq. Yəni, delta R bölü R0, delta R2 də R müqavimət 10'dur, aşağınki də 10'dur. Onlar ixtisar edəcək. Qalacaq bunun içində yəni 1, bir də delta T2 də ki Kelvin. Temperatur Celsius dəyişməsindən sonra bizim üçün Kelvin verir və ya Kelvin üstü mənfi 1 də yaza bilərik. Temperatur əmsalının vahidi aslıdır. Demək, materialın növündən və ya maddənin növündən. Temperatur əmsalında biz bunu alfa bərabərdir. Yəni, R çıxılsın, R0 bölünsün, R0 vurulsun, delta T. R müqavimətdir. R0 nədir? Sizə əsas çaşdıran məsələ burada R0'dır. R0 bax, buradan qeyd edirəm ki, o da müqavimətdir, amma 0 dərəcədəki müqavimətdir. Yaddan çıxartmayın. Ən problemi isə budur. R0 həmişə 0 dərəcədəki müqavimətdir. Yaxşı, bunu yaddan çıxartmayaq. Buradan R-i tapası olsam, uşaqlar, R bərabər olacaq. R0 möhtərizə xaricdə çıxacaq 1 plus alfa delta T ifadəsini almış olacaq. Buna rho-nu da yaza bilərik. Rho da bərabərdir. Rho 0 vurulsun, 1 üstə gəlsin alfa delta T. Bu R müqavimət, rho isə xüsusi müqavimət idi. Yaxşımı? Və hər ikisi, həm R-imiz, həm xüsusi müqavimətimiz temperaturla düz asılıdır. Danışmışdıq ki, temperatur artanda
metallarda müsbət ionların hərəkət sürəti daha da sürətlənirdi və sərbəst elektronların keçməsinə daha çox mane olurdu. Ona görə də metallar qızanda müqaviməti artır. Cərəyan keçiriciliyi aşağı düşür. Yaxşımı? Ona görə də deyirik ki, o zaman bizim xüsusi müqavimətimiz də baxın, temperaturdan müəyyən qiymətdən baxın, bu formada düz asılıdır. Necə oldu? Bir də deyirəm bunu sizə. Temperatur artanda metalın xüsusi müqaviməti artır. Müqaviməti də artır. Cərəyan keçiriciliyi aşağı düşür. Səbəb, bu müsbət ionların sürətlənməsi zamanı bunlar daha sürətli hərəkət edirlər və sərbəst elektronların keçidinə mane olurlar. Daha da maneçilik törədirlər. Çünki bizim xüsusi müqavimətimiz 2 dəfə demişdik də, materialın növündən asılıdır, bir temperaturdan asılıdır. Temperatur artanda. Uşaqlar, yaddan çıxartmayaq, bu yalnız metallara məxsus olacaq belə. Digərlərində sistem fərqli olacaq. Buna ayrıca danışacaq sizlə uşaqlar. Bu temperaturun artdığı haldır. Bəs temperatur azalanda nə baş verəcək? Temperatur azalanda bax, məsələn, tutaq deyirəm ki, xüsusi müqavimətin temperaturdan asılı qrafikini çəkib. Temperatur azalır uşaqlar. Bir nöqtəyə gəlib çatanda xüsusi müqavimət sıfıra qədər düşür. Temperatur azaldır. Elə bir nöqtəyə gəlir ki, da xüsusi müqavimət və müqavimət sıfıra düşür. Artıq sistemdə, dövrədə müqavimət və xüsusi müqavimət yoxdur. Həmin temperatur uşaqlar çox aşağı bir temperaturdur. Təqribən mənfi 269 dərəcə Selsi və ya 4,15 Kelvin kimi də baxa bilərsiniz. Təqribən mənfi 369 dərəcə Selsi laboratoriyada alına biləcək bir temperaturdur. Normal təbii formada alına bilməz belə bir temperatur. Təbii formada 80-90 dərəcədən aşağı, mənfi 80-dən 90 aşağı temperatur yox. Mənfi 269 dərəcə laboratoriyada alınır ki, artıq müsbət ionların hərəkəti zəifləyir və dayanırlar. Aydındır. Artıq sərbəst elektronlara mane olan heç bir şey ortada olmur və onlar sürətli şəkildə hərəkət edirlər. O koridor danışmışdıq, məktəb koridor 11-ci siniflər orada. 11-ci siniflər hep göz siniflərinə çəkildilər, bir kənara çəkildilər, orta boşaldı və sərbəst şəkildə balacalar qaçmağa başladı. Bax, sərbəst elektronlar da sərbəst şəkildə artıq naqilin içində hərəkət etməyə başlayırlar. Aydındır. Bu zaman bir maneəçilik yoxdur deyə keçiricilik, cərəyan keçiriciliyi maksimala qalxır. Aydındır. Həmən deyirik ki, temperatur azalanda nə baş verir uşaqlar? Bura qeyd edirəm. İfrat keçirici baş verir. İfrat nə deməkdir? Şiddətdir. İfrat dərəcədə. Aydındır. İfrat keçiricilik baş verir. Yaxşımı? Nə vaxt bu proses baş verir? Temperaturu azaldırıq. Ümumiyyətlə, təbiətdə sistemin donduğu temperatur neçə dərəcədir? 0 Kelvin. Neçə Kelvin qalıb? Bax, bu qədər. Yəni, mənfi 273 dərəcədə təbiətdə sistem donur. Artıq heç bir hərəkət sistemi yoxdur. Yəni, ona yaxın bir temperaturda uşaqlar, bu müsbət ionlar dayanırlar və sərbəst elektronlar sərbəst şəkildə hərəkət etmələrinə imkan yaranır. Bunun da adı ifrat keçiricilikdir. Yaddan çıxarmayaq, ifrat keçiricidə qızma baş verməz. Qızma baş verməz. Niyə qızmaz? Niyə qızmaz? Çünki toqquşmur ki. Toqquşma yoxdur da. Artıq mənfi ionların, müsbət ionların toqquşmur da. Aydındır. Ona görə qızma baş vermir. Yaxşı, bunu yaddan çıxarmayaq. Lap yaxşı. Keçək uşaqlar, görək vakuumda elektrik cəryanını necə təmin edə bilərik. Vakuum. Vakuumda elektrik cəryanı uşaqlar. Vakuum havasız mühitdir. Bir balon götürək, havasını çıxaraq. Bir balon götürək, havasını çıxaraq. İçindən havasını çıxaraq. Bir vakuum şəraiti yaradaq. İçinə 2 dənə elektrod yerləşdirək. Birini katoda, digərini anoda birləşdirək. Katod tərəf həmişə mənfi, anod tərəf müsbət olur uşaqlar. Bu mənfi katoda birləşəcək, müsbət nəyə birləşəcək? Anoda. Bu mənfi, digəri isə müsbət. Aydın olur. Bir katoda, birini anoda birləşdirək.
və cəryan keçirtməyə çalışaq. Yəni, dövr hissəsində cəryan açaq, dövr hissəsində gərginlik verək. Nə baş verəcək uşaqlar? Gələcək buradan buraya hava vasitəsilə havasız mühit olduğu üçün cəryan ötürülməyəcək. Ay müəllim, havadan cəryan keçdi mi? Havasız mühitdən də cəryan keçir, havadan cəryan keçir. Bəs yaxşı, bizim bu dövrə sistemlərində toklarımız bir-birinə bu qədər yaxındılar. Orada nəyə görə cəryan keçmədi də havasız mühitdən cəryan keçməyə baxdı? Necə? İzolyasiyası açıq belə olsa, bir-birinin yanına gətiririksə də, bir-birinin yanına gəlsə də cəryan keçmir. Düz bax, normal açıq toklar bir-birini dəyməyincə cəryan keçmir. Aydındır. Amma normalda keçməlidir hava vasitəsilə. Bunun bir səbəbi var. Bunun bir səbəbi var. Bir işte ona bir dənə baxaq. Mən sizə o hissəsini göstərmiş olum. Normalda hava vasitəsilə cəryan keçirilməsi mümkündür uşaqlar. Havadan cəryan keçməsi mümkündür. Ancaq nə üçün bizdə havadan cəryan keçmir? İndi baxacağıq uşaqlar. Havadan cəryanın keçməməsinin səbəbi ən birincisi, yəni bizim bu havadan cəryan keçməməsinin səbəbi gərginliyin aşağı olmasıdır uşaqlar. Gərginlik aşağı olarsa havadan cəryan keçməz. Mütləq gərginlik yüksək olmalıdır. Ona görə də bizim evimizə toklar gələndə voltaj ona görə verilir. Məsələn, takdir ki 220-240 vatlıq göndərir bizə. Niyə? Çünki daha yüksək göndərsə bizim tok sistemlərimiz əriyib sıradan çıxar. Bir şey soruşum. Bu binaların məsələn, sən başında olan transformatı ona görə hava küləzindən olan kimi gərginliyə görə səs sardır. Dızıltı mı səs verməsi? Yox. O transformatorun lövhələri arasında olan o maqnit sahəsinə görə səs çıxır orada. Məsələn, tutaq ki, sizlə birlikdə bunlara baxaq, məsələn, tutaq ki. Məsələn, bax, hava vasitəsi bir-birlərinə tok axımı davam gedir. Bax, toklar bir-birindən ayrıdırlar, amma hava vasitəsilə bir-birinə tok keçidi davam edir. Bax, ayrılırlar, amma hava vasitəsilə davam edir. Biraz daha qabağa çəkim. Buna fikir verir məsələn. Toklar bir-birindən ayrılırlar, amma toklar hava vasitəsilə ayrılmaq səbəbi hava vasitəsilə keçidiciliyin davam edir. Aydındır. Burada gərginlik çox yüksəkdir deyə zavur. Yəni gərginlik həddən artıq çox yüksəkdir. Yəni böyük, hətta uzun müddət belə davam edə bilirlər. Uzun müddət hava vasitəsilə cəryan keçidiciliyin davam edir. Bax, hava vasitəsilə cəryan keçir. Şərt müəyyən səbəblər var. Müəyyən səbəblər, indi biz qazları danışanda orada danışacağıq. Yəni orada cəryan keçidiciliyi üçün hansı şərt ödənməlidir? Onu danışacağıq qazlarda. Amma vakuumdan cəryan keçə bilmir. Çünki havada birinci gərginliyi artırsaq da keçə bilmir. Səbəb havada zərrəcik yoxdur. Havada parçalanmış iyonlar yoxdur. Sərbəst şəkildə bir elektron və yaxud da sərbəst şəkildə keçən bir zərrəcik yoxdur. Aydınmı? Nə qədər artırırsa artıraq gərginliyi yenə cəryan keçməyəcək. Çünki vakuumdur. Vakuumda zərrəcik yoxdur. Yəni vakuumda zərrəcik yaratmağa çalışacaq uşaqlar. Necə? Baxın, bu katod tərəfə bir spiral yerləşdirir. Spiral nədir? Qızdırıcıdır da. Katodu qızdırırıq. Katod tərəfə spiral yerləşdirilir və katodu qızdırırıq. Katod qızarkən uşaqlar, katod qızarkən, yəni metal qızarkən deyək. Katod nədir ki? Metal lövhələrdə. Metal qızarkən, su necə ki qızarkən buxarlanırsa, metal da qızanda özündən elektron buraxır. Buxarlanır. Aydındır. Metaldan elektronlar başlayır metal neynəməyə? Tərk etməyə. Metaldan elektronun qopması hadisəsi,
Məsələn, elektronun qopması hadisəsi termoelektron emisiya adlanır. Yaxşı, termoelektron emisiya hadisəsi adlanır. Aydındır, metaldan elektronun qopması hadisəsi. Baxın, elektronlar qopdu. Qopan elektronlar hara doğru hərəkət edəcəklər? Müsbətə doğru. Doğrudur. Müsbətə doğru hərəkət edəcəklər və cəryan keçici. Bayaq sərbəst elektron yox idi da. İndi sərbəst elektron əmələ gəldi mi? Elektron əmələ gəldi mi? Ona görə də vakuumda əsas yük daşıyıcı olacaq elektronlar. Vəssalam. Elektronlar əmələ gəldi və cəryan keçici təmin edə bildik. Elektronlar da müsbətə doğru gəldi bu şəkildə. Birdən görərsiniz ki, qızdırıcını anoda qoşar. Bu zaman nə olacaq? Yenə elektronlar qopacaq. Amma özünə yapışacaq. Niyə? Anoda özü müsbətli qopan elektronlar da özünə yapışacaq. Ona görə cəryan keçirici təmin olmayacaq. Mütləq hər zaman katod tərəfə qoşulmalıdır. Yəni, mənfiyə spiral qoşulmalıdır. Müsbət tərəfə deyil. Yaxşımı? Bəli. Buradan elektronlar qopur və anod tərəfə axım etməyə başlayırlar uşaqlar. Bizim üçün I bərabər idi 2 bölü T. Düzdür? N, Y bölü T. Baxın, bu N qopan və ya birləşən elektron sayıdır. Əgər bizim qızdırıcımız sabitdirsə, artıq qopan elektronlarımızın sayı da sabit olarsa, onda bizim cəryan şiddətimizdə doyma cəryan şiddəti deyilir. Yəni, deyir ki, bu qədər elektron qopursa, bu qədər də mən cəryan keçiriciliyini təmin edə bilirəm. Sual qoyurlar ki, bəs cəryanı təzən necə artıra bilərik? Çox rahat. Cəryanı artırmaq istəyiriksə, katodu daha da qızdıracaq. Temperatur artacaq. Temperatur artanda qopan elektronların sayı daha da artacaq. Onda idoymə cəryan şiddəti də təzədən yenə artacaq. Bəli, bizim cəryan şiddətinin gərginlikdən asılı, buna volt-amper xarakteristikası da deyirlər. VAX yazılır. Volt-amper xarakteristikası bax, bu formada olacaq. Bu hissəsi idoymə cəryan şiddətidir. Bunun bir dənə belə bir yuxarısını qoymuşumsa, bura 1, bura idoymə cəryan şiddəti 2, yazarıq ki, idoymə cəryan şiddəti 2 böyükdür, idoymə cəryan şiddəti 1-dən, onda T2 də böyükdür T1-dən. Çünki temperatur artıb ki, daha çox elektron neyib, qopub, anod tərəfə gəlib. Zaur, fikir verək, cəryan keçiriciliyini necə təmin elədik? Necə təmin elədik cəryan keçiriciliyini? Necə elədik ki, cəryan keçirməyə başladı? Spiral qoyduq, qızdırıq da. Niyə qəribə? Biz bu katodu qızdırdıq da, elektron qopdu da. Bax, temperaturu artıraraq cəryan keçiriciliyini təmin elədik. Amma bəziləri temperatur artanda metallarda müqavimət neyinirdi? Artırdı, cəryan keçiriciliyi azalır. Burada mı necədir? Temperatur artanda müqavimət azalır, cəryan keçiriciliyi artır. Cəryanımızı temperaturu artıraraq keçirdik. Uşaqlar, bu vakuum diodunun iş prinsipi nədir? Vakuum diodunun iş prinsipi dəyişən cəryanı düzləndirir. Və bir tərəfli keçiddir. Yalnız bir istiqamətdə axış var. İkinci geri qayıtma bir prosesi yoxdur. Aydındır? Müsbətdən tutaq ki, mənfiyə doğru axış var, amma əks istiqamətdə bir axış yoxdur. Həm də orada dəyişən cəryan keçəndə baxacaqsınız. Orada keçmiş dialoq hissədə danışmışdıq ki, pusulas etmə hissəsi var. Bir istiqamətdə axım var, amma digər bir istiqamətdə axım yoxdur. Şöyle vakuum diyodunda da bu qədər. Biz vakuum diyodunda burada danışacağımız elə bir şey yoxdur. Bunun özünün elə bir düsturu yoxdur. Bir idoymə cəryan şiddətidir. Cəryan keçirilmək üçün metalı qızdırmaq lazımdır. Metalı qızdırdıq, elektronlar qopdu. Bu hadisə termoelektron emisiya hadisəsi adlandırılır. İş prinsipi dəyişən cəryanı düzləndirir, bir tərəfli keçiddir və bu da bu qədər. Keçən uşaqlar elə fürsət ikən bunun arxası üçün biz qazlardan danışa bilərik. İndi elə videosuna da baxmış olduq.
qazlardan elektrik cərəyanı keçirtməsinə baxa bilərik. Yəni qazlarda da dediyimiz proses nədir? Biz havanı misal verə bilərik. Aydındır? Havanı misal verə bilərik. Yenə biz bir dənə balon götürərik. Bir tərəfini yenə katod, digər tərəfini anoda birləşdirək. Bura olsun katod, digər tərəf anod. Burada gərginliyə birləşsin. Mənfi, müsbət və bayaq dediyimiz kimi, hal-hazırda bizim dövrə sistemlərimizdə cərəyan keçmir, havadan ötürülmür. Aydındır? Ötürülməməsinin birinci səbəbi gərginliyin az olmasıdır. O zaman gərginliyi nə etmək lazımdır? 1. Buraya yazıram qazlarda elektrik cərəyanı. Elektrik cərəyanı. Onda nə etmək lazımdır? 1. Gərginliyi artırmaq. 2. Uşaqlar, işıq şüası vasitəsilə katodu qızdıra bilərik. Yenə elektronlar qopar, aydındır, keçər, gedər uşaqlar. 2. Katodu qızdırmaq. Katodu qızdırsaq nə edəcək? Elektronlar qopacaq. Düzüm, ona görə qazlarda əsas yük daşıyıcı kimi birincisi elektronlar. Üçüncüsü uşaqlar, havanı qızdırarıq. Havanı qızdırarıq. Bu hava var, ortada hava var. Havanı qızdıranda havada olan sərbəst halda olan neytral vəziyyətdə olan demək elementlər parçalanırlar. Neytral vəziyyətdə olan zərrəciklər parçalanırlar, iyon halına gəlirlər. Atomların hər birisi iyon vəziyyətinə gəlir. Havanı qızdırmaq, bəzən də onu bombardıman etmək də deyirlər. Havanı qızdırmaq. Buna bombardıman da deyirlər. Yaddan çıxartmayın. Hava qızır, uşaqlar, parçalanır. İsti hava yaxşı elektrik cərəyanı keçirir. İsti hava. Ona görə də ən yaxşı elektrik keçiriciliklərdən birisi də alovdur. Alov plazmadır. Yaxşı, plazma deyəcəm mən bura. Plazma. Plazma hava demişdik, maddənin 3 aqreqat halının, 4 aqreqat halının 3-ünü demişdik, 4-üncüsü qalmışdı. Burada da plazmadır. Plazma qismən və ya tamamən ionlaşmış maddədir. Yəni alov, gördüyünüz alov. Məsələn, nə edirlər? Şamları yaxın-yaxın düzürlər. Elektrik enerjisinin bir-birinin yanına düzürlər. Cərəyan şiddətini, yəni naqilin birini bu ucuna qoyurlar, birini də bu ucdan orta ilə alovun içindən cərəyan keçirir. Aydındır? Alov yaxşı elektrik cərəyan keçirir. Hava qızdı mı, iyonlara parçalanır, aydındır, müsbət mənfi iyonlara parçalanır və cərəyan keçirdiyini təmin edir. Ona görə də havanı qızdırdığımız zaman müsbət mənfi iyonlara parçalanır atomlar və yaxşı keçirici əmələ gəlmiş olur. Ona görə də qazlarda birinci elektronlar da ikinci müsbət mənfi iyonlar. Yaxşımı qazlarda əsas yük daşıyıcı elektronlar və müsbət mənfi iyonlardır. Aydındır. Baxın, plazma halı. Qismən və ya tamamən iyonlaşmış maddə. Ya tamamən iyonlaşıb, ya da qismən iyonlaşıb. Yəni artıq havada iyonlar var. Və də bu da deməkdir ki, artıq cərəyan keçiriciliyini biz təmin edə bilirik. Bəli, uşaqlar, havadan cərəyanın keçməsi hadisəsi də qaz boşalması adlanır. Havadan cərəyan ötür, bax bu qaz boşalması adlanır. Müxtəlif qaz boşalmaları var. Biz bunun 4 dənəsinə baxaq. Birincisi taclı, ikincisi qığılcımlı, üçüncüsü demək taclı, qığılcımlı, sonra taclı, qığılcımlı, alovsuz, ildırım çaxması. Tutaq ki, ildırım çaxması havada qaz boşalmasıdır da hava vasitəsilə baş verir. Aydındır, bu havadan elektrik cərəyanı keçirsə, bunun adı qaz boşalması. O elektrik axımıdır. Aydındır, buluddan yerə axım etmiş olur. Bu qaz boşalmasıdır. Bir də demək taclı, qığılcımlı, alovsuz, bir də nə idi onun qövs? Baxarsınız, bir dənə kitab varsa, nəzəriyyə hissəsi varsa, orada
İmkan olsa bir dənə ona, burada var o hissəsi. Ehtiyac olmaz məncə. Necə? Bunu kesən kesmişdim ben. Hə? Məncə də qövsüz yerindadır. Yadından çıxılan bizdən baxarıq. Alovsuz elektrik qövslü, tazlı, qığılcımlı, alovsuz var, qövslü. Bir dənəsi qalıb, elə qövslü. Bunlar haqqında qısa məlumatlar var. Onlara siz üzüz zaman olduqca, vaxt olduqca bunlar haqqında qısa məlumatlar var. Hansı gərginlikdə baş verirlər, onlar haqqında qısa məlumata baxın həmişə. Bunun voltamper xarakteristikası i-nin u-dan asılı qrafik uşaqlar. Baxın, bu formadadır. Bu hissəyə qədər, bayaq göstərdiyimiz o i döymə cərəyan şiddətinə verir də, bu hissəyə qədər qeyri-müstəqil. Bax, bu hissəsi isə, burası isə müstəqil hissədir. Yaxşımı? Bax, burası qeyri-müstəqil, burası müstəqil. O gördüyünüz kimi, gərginlik məcburi olaraq keçirtdik, gərginliyi artırıq keçdik, sonra toku tokdan ayırmışıq, amma müstəqil olaraq hava vasitəsilə nə edir? Davam edir. Özü davam etmiş olur və yaxud da ki, sürətlə artıq buradan qopan elektronlar zərblə gəlib anoda dəyirlər, özləri buradan elektron qopartmağa başlayırlar. Yəni, müstəqil şəkildə cəryanı özləri davam etdirməyə çalışırlar. Çox da olmasa qısa bir müddət bu proses baş verir. Aydındır. Bax, bundakı volt, amper xarakteristikası bax budur. Bu hissəsi müstəqil olaraq davam edir. Sizdən soruşa bilər, müstəqil haradan başlayır? Buradan, harada bitir? Buradan. Qeyri-müstəqildəki bitiş nöqtəsi məhz bax bu hissədir. Uşaqlar. Bir dənə burada iyonlaşma enerjisi var. Yəni, orada metaldan o elektron çıxış işi var. İyonlaşma enerjisi, yaddan çıxartmayaq, heç nədən asılı deyil uşaqlar. Yazıram mən bir dəfəlik, heç nədən asılı deyil. Keçək uşaqlar. İndi elektrolitlərdə elektrik cəryanı, yəni məhlullardan elektrik cəryanının keçiriciliyinə baxağın. Elektrolitlərdə elektrik cəryanı. Yəni, məhlul da deyə bilərik. Demək, uşaqlar, bizim üçün bir elektrolit vanına götürək. İçərisinə məhlul tökülsün. Bir tərəfinə biz katod, yəni digər tərəfinə anod yerləşdirək və gətirək yenə gərginlik mənbəyinə birləşdirək. 2 dənə elektrod yerləşdirdik. Bura mənfi, bax, bura müsbət. Bura katod, digər tərəf isə məhz anoddur. Katod yenə mənfi, anodu müsbətdir. Və gətirib məhlulun içərisinə salırıq, uşaqlar cəryan keçirmir. Keçirməməsinin səbəbi suyun tərkibində sərbəst halda olan iyonlar yoxdur. Hamısı neytral vəziyyətdədir, daşıyıcı olmaq istəmirlər və sərbəst şəkildə elektron yoxdur uşaqlar, iyon yoxdur. Nə edirik? Bunun içərisinə azacıq duz səpirik. Ya natrium xlorid, ya mis xlorid duz səpirik. Nəyə parçalanır? Natriuma və xlora. Natrium necə yüklüdür? Mənfi. Xlor necə yüklüdür? Müsbət. Natrium müsbət, xlor mənfi. Xlor mənfidir, hara doğru gedəcək? Anoda. Natrium hara gedəcək? Katoda doğru. Sadəcə biraz duz səpdik, parçalandır, əridi. Əriyəndən sonra iyon əmələ gəldi. Hansı iyonda? Müsbət mənfi iyon. Ona görə də elektrolitlərdə əsas güc daşıyıcılar müsbət mənfi nə olacaq? İyonlar. Və cəryan keçiriciliyini təmin edirik. Nəyin sayəsində? Duzlu su yaxşı elektrik keçirir. Yaxşımı? Yaxşı elektrik cəryanını keçirir. Burada katodun üzərində gəlir maddə toplanır. Bu proses elektroliz prosesi idi. Kimyəvi proses deyə cəryan naqli 3 hadisədə baş verirdi.
qızma, kimyəvi, maqnit. Aydındır, onlara baxmışdıq, amma bu elektroliz prosesi budur. Yəni kimyəvi məsələ buradadır. Gəlir burada maddə toplanır. Həmin maddənin kütləsi M bərabərdir kiloqram düsturu ilə tapılır. K2 düsturu ilə tapılır. Ona kiloqramda deyirlər. Öz aramızda yaddan çıxmasın deyə deyirik ki, M bərabərdir K2. K elektrokimyəvi ekvivalentdir, Q də ki yüktür. Bunun yerinə K vurulsun, Q-nun yerinə IT də yaza bilərəm. K vurulsun, I-nin yerinə U bölünsün, R vurulsun, T də yaza bilərəm. Və yaxud da ki, K vurulsun, Q-nun yerinə enerjinin gərginliyə nisbəti də yaza bilərəm. Bu zaman ayrılan maddəmin kütləsi Q, I, T. Bax, bunlardan düz asılıdır. Baxın, bu hissəsinə diqqət yetirin. U-dan düz asılıdır, amma R konstant olduqda gərginlikdən düz asılıdır. Enerji də konstant olduqda necə asılı olacaq? U-dan tərs asılı olacaq. Amma nə vaxtı nə konstant olduqda? Enerji konstant olduqda. Yaxşımı? Enerji konstant olduqda da kütlə ilə tərs asılıdır. Burada, bax, bu elektrodların uzunluğuna mən L desəm, arasındakı məsafəyə D desəm, mənim yenə ayrılan maddəmin kütləsi D ilə tərs, amma L ilə düz asılıdır. L ilə düz asılıdır. Buradan K-nı tapım. K bərabərdir M bölünsün Q. Vahidini çıxardaq. Kiloqram bölünsün kulom. Kulom bölü kiloqram nə idi? Q bölü M. Xüsusi yük. Xüsusi yük. Bu ekvivalentdir. Elektrokimyəvi ekvivalentdir. Bu K-mız M-dən və Q-dən asılı deyil. M-dən və Q-dən asılı deyil. K bərabərdir. M bölünsün Q. Bu M0 kimi götürək. Q-nun yerinə N-Y yazaram. Və ya kiçik M-in yerinə də böyük M bölünsün N-A, N-Y şəkildə yazaram. Mənim K-m asılıdır valentlikdən və molyar kütlədən. Molyar kütlə ilə düz, valentliklə tərs asılıdır. Bunun da volt-amper xarakteristikası I-nin U-dan asılı qrafiki bir müddət duzun əriməsinə, yəni polyarlaşma sərf olunur. Sonra isə bu şəkildə düz asılıdır. Məhlullar da bu qədər, uşaqlar. Keçək yarım keçiricilərə. Yarım keçiricilər. Yarım keçirici nə deməkdir? Yarısını keçirib, yarısını keçirməyən demək deyil. Yarım keçirici az keçirmək də mənasında deyil. Yarım keçirici ikiyüzlüdür. Münafıq dedik, ikiyüzlü. Özünü bəzən cərəyan keçirən kimi aparır, bəzən keçirməyən kimi aparır. Birincisi, kəskin şəkildə yarım keçirici elementlər temperaturdan asılıdırlar. Yarım keçirici birinci elementlər hansılar var? 4-cü qrup elementlər daha çox silisyumdur, germaniumdur, bor kimi elementlərdir ki, uşaqlar bunlar yarım keçirici elementlərdirlər. Orada 4-cü qrup elementi səhv etmirəmsə. Silisyum, germanium məsələn 4-cü qrup elementlərdir. Bora baxmaq lazım məsələ. Yəni silisyum, germanium kimi elementlər var ki, bunlar yarım keçirici elementlərdirlər. Yarım keçirici elementimiz, tutaq ki, belə bir dənə elementimiz var uşaqlar. Mən bunu gətirib qoşuram. Tutaq ki, burası mənfi, bax bu tərəfi müsbətdir. Toka qoşuram, buradan cərəyan keçmir. Niyə? Tutaq ki, silisyum olsun və ya germanium olsun, fərqi yoxdur. Xarici elektron təbəqəsində 4 dənə elektron var. Neytral şəkildə, sərbəst şəkildə 4 dənə ətrafında xarici elektron təbəqəsində elektronu var. Uşaqlar, nə narahat deyil, nə almaq da, nə də vermək kimi bir dərdi yoxdur. Germanium. Bizim dərdimiz nədir? Bizim dərdimiz odur ki, elementin daxilində yüklü zərərçək hərəkət etsin. Amma bunun daxilində sərbəstdirlər. Bu nəyə bənzəyir? Yeməyiniz burada, içməyiniz burada, Wi-Fi-niz yanınızda, telefonunuz yanınızda. Sizi narahat edən bir proses yoxdursa evdən niyə çıxarsınız?
Aydındır. Bunlar hamısı sərbəst şəkildə dayanıblar. Hərəkət etmirlər. Biz niyə hərəkət edirik? Nəsə narahatıq. Biz də istəyirik ki, bunları narahat edək. Bunları narahat edək. Bunları yerindən tərpədək. Aydındır. Necə tərpədirik uşaqlar? Nə formada tərpədərik? Həyəcanlandıra bilərik. Bu lazım olacaq bizə. İndi ondan danışacağıq sənə. Nə səs atmışam, qulaq asana. Necə həyəcanlandıracağıq? Necə həyəcanlandıracağıq? Bir dənə kasa götürmüşük, məsələn. İçindən qənd atmışıq. Bax, necədir? Kristal qəfəsin düyündə biz niyə həyəcanlandırırıq? Nə məsələdir? Elə bil ki, bax, kristal qəfəs düyünləridir. Ortası da elektron oturur. Deşikdir. Ortada da elektron var. Ortada elektron var. Kristal qəfəs düyünləri olsa bağlıdırlar bir-birinə, zəncir var, bağlıdırlar bir-birinə. Mən temperaturu artırıram. Yəni, yarımkeçiricinin temperaturunu artırıram. Yarımkeçiricinin temperaturunu artıran kimi, temperatur artan kimi başlayır həyəcanlamağa, rəqsi sürəti artır. Baxın, rəqsi sürəti artır. Buna bənzəyir. Hərəkətlənir. Bu içindəki elektron yoxdur. Hərəkətlənir və bunu tərk edir. Aydındır, bunu tərk edir. Yeri qalır nə? Boş. Buna deşik deyəcəyik. Bu getdi. Bu, hansının ki, yeri boş qaldı, onun içinə gedəcək. Aydındır. Bu da boş qalıb, hansısa birisi bunun içinə gəlib gedəcək. Təsəvvür edə bilirik. Bax, məsələ ilə bizim məqsədimiz birincisi, bax, bu idi ki, həyəcanlandıra. Bu elektron çıxsın, buradan geçsin, yeri boş qalsın. Deşik deyirik. Yeri boş qalanda bu yeri olacaq deşiklər. Ona görə də yarımkeçiricidə əsas yük daşıyıcılar olacaq. Deşiklər və nə olacaq? Elektronlar. Elektronlar N tip, yəni negativ deməkdir. Deşiklər P tip, yəni pozitiv deməkdir. Müsbət deməkdir. Ona görə biz yarımkeçiricilərdə əsas yük daşıyıcı kimi elektronlar və deşiklər deyə biləcəyik. Aydındır, elektronlar və deşiklər deyə biləcəyik. Deşiklər müsbət, yəni hər hansı birisini özünə qəbul edəcək, elektronlar da çıxıb gedən bir prosesdir uşaqlar. Ona görə də biz bunun bir tərəfini müsbət, digər tərəfini mənfi, yəni P tərəfi müsbət, N tərəfi mənfi deyirik və yük daşıyıcı prosesində temperaturu artıranda xüsusi müqavimət temperaturla kəskin tərs asılıdır uşaqlar. Temperatur artan kimi xüsusi müqavimət aşağı düşür. Deyir, mən metalam. Başlayır cəryanı yaxşı keçirtməyə. Elə ki, soyutduq, deyir, mən qeyri-metalam, cəryan zat keçirtmirəm. Baxın, ikiyüzlü buna görə deyirlər. Aydındır, temperatur artan kimi deyir, mən metalam, yaxşı da cəryan keçirir. Temperatur azaldı mı? Cəryan zat heç bir şey keçirən deyil. Aydındır. Ona görə uşaqlar, P tərəf həmişə müsbətə, N tərəf həmişə mənfiyə qoşulmalıdır ki, belə qoşuluş düz qoşuluş deyirlər, düz keçid deyirlər buna. Düz keçid. Tərsinə olsa, niyəsini də izah edəcəyik uşaqlar. Bura, məsələn, N tərəf, bura P tərəf, bura müsbətə, bura mənfiyə qoşulsa nə olar uşaqlar? Fikir verin. Burada P tərəf müsbətlərdir, bu tərəfə axım edir. N tərəf nədir? Mənfidir. Müsbətə doğru axım edir və dəyişirlər, cəryan keçidi təmin edilir, davam edir. Amma burada müşahidə edin uşaqlar, P'lər bu tərəfə gedəcək, N'lər bu tərəfə gedəcək və bu orta boş qalacaq. Və cəryan keçidiciliyi təmin olunmayacaq, ora qaranlıq olur. Ona görə də buna tərs keçid deyirlər. Nə vaxt olacaq zavud tərs keçid? P müsbətə, N mənfiyə qoşulacaqsa düz, amma tərsinə P mənfiyə, N müsbətə qoşulacaqsa, bu tərs keçid olacaq. Aydındır, yarımkeçici diodun şərti işarəsi də ya belə qoşulacaq, yəni belə göstərəcək,
ya da bu formada göstərəcək uşaqlar. Bu formada göstərəcək, fərq etməz. Müsbət, mənfi. Hansından cərəyan keçəcək? Hansı? Arxa tərəf həmişə P tərəfdir, yəni müsbətdir. Ön tərəf isə N tərəfdir, mənfidir. Bura P, müsbət, ön tərəf N, mənfi. Baxın, bu tərs qoşulub. Tərs qoşulduğu üçün aşağıdan cərəyan keçməyəcək. Amma yuxarıdakı düz qoşulub. Çünki müsbət müsbətə, mənfi də mənfiyə qoşulub və oradan cərəyan axımı davam edəcək. Bunu yaddan çıxartmayın. Bunun volt-amper xarakteristikasına gəldikdə, i-nin u-dan asılıq qrafikinə gəldikdə uşaqlar, baxın, belə bir qrafik forması var. Bax, bu hissəsi düz keçiddir. Baxın, bu aşağı hissəsi, bu qırıq-qırıq qırmızı ilə çəkdim, bu hissəsi tərs keçiddir. Yəni, çox cüzi bir cərəyan keçmiş olur, yəni o da keçməmiş sayılır. Birincisi, yarım keçiricilərdə cərəyan keçirtmək üçün, demək ki, temperaturdan kəskin asılırlar. Temperaturu artırmaq lazım. Birinci usul budur. Neylədik? Birincisi, temperaturu artırdıq. İndi deyirəm, ikinci bir metod, yarım keçiriciyə aşqar əlavə etmək. Aşqar. Maddə, qatqı maddəsi. Aşqar. İki tip olur. Donur, bir də akseptor. Donor nə deməkdir? Özündən vermə anlamındadır. Akseptor qəbul etmə mənasında deyiləmi? Məsələn, götürdüyümüz kimi bayaq ki, germanium elementi götürək, 4 dənə ətrafında elektron təbəqəsi var. Aydındır. Biz bunun yanına üçüncü qrup element gətirsək. Alüminiumu gətirsək, xarici elektron təbəqəsində 3 dənədir. Aydındır. Birini bura versə, özündə neçəsi qalacaq? 3-ü narahat olmağa başlayır. Özünə elektron axtarır. Aydındır, verib, alıb. Bizə neyini ki, al gülüm, ver gülüm. Al ver. Aydındır. Bunu təmin edirik. Məsələ də budur ki, uşaqlar, baxın, biri yerində boş qalacaq, hardansa birini özünə axtaracaq. İndi, tezən məsələn, yenə germanium, xarici elektron təbəqəsində 4 dənədir. Biz bura fosforu gətirək. 5-ci qrup element. Bundan neçə dənədir xarici elektron təbəqəsində? 5 dənə. Bunun birini buna versə, aydındır. Bunda olacaq 5 dənə. Narahat olacaq, onu verməyə yer axtaracaq. Aydındır. Məsələ budur uşaqlar. Biz istəyirik ki, məsələn, donor aşqarlar və akseptor aşqarlar. Donor aşqarlarda uşaqlar elektronlar əsas, demək, deşiklər qeyri-əsas, akseptor aşqarlarda isə deşiklər əsas, elektronlar isə qeyri-əsas hesab olunur. İndi yarım keçirici elementlər var. Yarım keçirici elementlər hansılardır? Onları da sıralayıb yekunlaşdırırıq. Birincisi tranzistordur. Uşaqlar, tranzistor dövrət sisteminə 3 çıxışlı qoşulur. Emittir, baza, kollektor. Emittir, kollektor və baza. I emittir cərəyan şiddəti bərabərdir. I baza üstə gəlsin, I kollektordur. Cərəyan şiddətinə görə. Axım burada bu şəkildə gəlir. Ya NPN olacaq, ya PNP keçidi olacaq uşaqlar, fərqi yoxdur. Ya NPN olacaq, ya PNP olacaq uşaqlar. Yaxşımı fərq etməz. Oxlara görə dəyişir o. Tranzistorun iş prinsipi nədir? Dövrət sisteminə həmişə 3 çıxışlı qoşulub. Tranzistorun iş prinsipi zəif elektromagnet rəqslərini gücləndirməyə baxır uşaqlar. Sonra gəlir termorezistor. Rezistor qısaldılmış adı termistordur. Termistor. Bax, bu şəkildədir. Bu formada belə bir şeydir. Temperaturu ölçür. Ölçür. Amma hardan? Uzaq məsafədən.
uzaq məsafədən temperatur ölçür. Temperatur artarsa müqavimət aşağı düşür, cərəyan keçiriciliyi artır. Üçüncüsü fotorezistor. Fotorezistor uşaqlar işıq şüaları vasitəsilə cəryanın əldə olunmasıdır. Zəif işıq selini ölçür, fotorezistordur. Zəif işıq selini ölçür. İşıq cəryanını almırıq, daha doğrusu zəif işıq selini ölçülür. Fotoelementlə alırıq. Fotoelement. Fotoelement nədir uşaqlar? Günəş panelləridir. Sizin bildiyiniz bu günəş panelləridir. Bu şəkildə işıq şüası düşür, müqavimətini azaldır, cərəyan keçiriciliyini artırır və günəş enerjisindən elektrik enerjisi əldə edilir. Yaxşımı? Bu da bu qədər. Bunların hamısı yarım keçiricidir. Amma sonda bir şey gələcəyik. Baxın, metalı qızdırdıq, müqavimət azaldı, cərəyan keçirici, üzr istəyirəm, metalı qızdırdıq, müqavimət artdı, cərəyan keçirici azaldı. Vakuumda cərəyan keçirmək üçün qızdırmaq lazımdır. Məhlullarda cərəyan keçirmək üçün qızdırmaq lazımdır. Niyə? Duz isti suda tez ərilir, yoxsa soyuq suda? İstidə tez əriyəcək, iyonlara ayrılacaq. Qazlarda cərəyan keçirmək üçün havanı qızdırmaq lazım idi. Yarım keçiricilərdə cərəyan keçirmək üçün yarım keçiricini qızdırırdıq ki, çıxsın sistemdən. Baxın, bir dənə yeganə metal olacaq ki, qızanda müqavimət artır. Qalan hamısında qızanda müqavimət azalacaq, cərəyan keçiriciliyi artacaq. Aydın oldu mu? Və bu qədər dərsimiz yekunlaşdı uşaqlar. Qalan da ki, o sualların hər birinə növbət dəfə baxa-baxarıq.